Tamam dostlar, bir günler sizinle bir yerde Eyyosor 2 oynayacağıq da. Eyyosor 2 oynayacağıq. Taşdım. Çünkü video kaydı biraz yanmıştı, ona göre biraz oldum. Fuat, indi sen bir şey demək istəyirəm. Mənə yorumlarda deməsən ki, zordu ha. Ben yazdım ki, indi bu dəqiqə atacağım, paylaşacağım video. Bu sefer maalesef İran sürümümüzü, yani İran bölümünü devam edebilmeyeceğiz. Çünkü adıyla yaddaşı bu oyunu sildim, tezini yüklədim. İndi bilmirəm də necə olacaq. Yaxşı video olsa dinən ki 1 saatdan sonra da paylaşım videonu. 20:47 indi. 21'de paylaşamam. 21'de yok. 21 ile 22'de paylaşım, ben doğrusu 22'de. 22'de paylaşım şu an var. Bir de gel. Çarpıştan bir aşağı ama telefonun mesela zadım var. Daha ne geldi? Bak şu uşaqlar bazım gəldi, o cür. Bana verirsen. Geldi telefon Bana. Ama işte Yaxşı. Uşaq var. Bacım mənə soruşmuşdu, ona görə deyirəm. Biraz xəstəyim, ona görə biraz səsim pis çıxa bilər. 1:40 ha. Biraz cezası uşaqlar, ona görə videonu dayandırmaq zorunda qalacağım, ona görə bağışlayın yəni. 2 dəqiqədən sonra onsuz da gələcək. Başladı uşaqlar, biraz səsim pis çıxır, ona görə bağışlayın deyə, yenə bağışlayın deyirəm. Burada Cumhuriyet Güney Kore'ni seçsəm, çünki Güney Kore'ni xoşlayıram da mən. Güney Kore'ni seçdim, getdi. Bugünkü öldürmemiz gereken üstümüzdeki düşmemiz. Yani bu adam. Tanıyıram, demək istəmirəm sadəcə. Çünki o kadar zəhləm gedir ki, insanlar bunlara görə əziyyət çəkirlər. O görə də xoşlamıram tam. Onun da ki araştırmaya verdim, söz getdi. İndi burada bunları ayarlayacağıq. Eyyosor 2 oynadığım için indi. Eyyosor 3'də var. Fuad'ın kanalına abone olup like atmayı unutmayın. Həmçinin mənə də. Yəni tek Fuad'ı bilmirəm, yəni özümə də deyirəm. Uşaqlar, gedirik indi. Biraz belə şimdi yansıyıq. Biraz video anamın səsi gəlir. Ona görə deyirəm. Video çətin ola bilər. Soyunla. Bizim düşmənimiz olan bu. Bir dakika, bu bizimle düşman değil. Düşman değil mi bizim? Düşman değil mi? Ben bakın. Neyse. Bir de buna bakın, görün ne kadar şey var. 20.000 asker olacak. Biz indi size taktik verin bu oyunda. Güney Kore var, yani başka istediğimiz ülkeler. Orada ekonomi yazılır. Ekonomi yazılır burada. Ekonomide var ha, ne kadar şey varsa bakın indi. Ekonomide bakın burada. Ekonomiyi görsünüz. Ekonomi 40.570'dirsə, bunları hamısını bunları hamısı bunları indi 2 kere böləcəyik. Yani biz 2 kere böyle bir şey hesaplayırıq. Yani 20.000'di.
yoxsa 20.000 deyil, onu 2 yerə bölüb bilirik. Biz belə kim bilirik. İndi keçirik videomuza. Əsas düşmənimiz ülkəmizdəki Kuzey Kore. Burada bilirsiniz ki, Rusiyanın biraz doğumdan sonra savaşa girəcəklər. Ona görə də biraz ehtiyatlı olmaq lazım. Yəni əgər Çin qazanmasa, Çin yəni uduzsa, biz də Çinlə savaş edəcəyik. Oyunda ən kolay yolu qazanmanın bir ölkəni savaşa girdirmək. Sonra ki, bir ölkə yəni məsələn Kuzey Kore Çinlə savaşa girəndə torpaqlar az qalacaq, gücü azalacaq da biz ki ona saldıracağıq bir dəfəlik. O görə Fuad bir də ki sən önərdiyirəm. Yəni ürəksən də. Biraz xəstəyəm ona görə 31 dəqiqə əvvəllərdə 31 dəqiqə əvvəl atmışam dediyim şeyi. Nəysə. Mən 40.000, 44.000, 48, 52 pul qazanmağa ən önəmli yolu bilirsiniz nədir uşaqlar? Araşdırma maksimum, yatırımlar maksimum. Bunları hamısını yeyəndə gözləyin videonu dayandırmayın deyə baxın. Budur. Bu. Elə. Elə yeyirsiniz, görürsünüz ki orada mənfi yoxdur. Hə. Gözləyin deyə. Əlim biraz yanmır yerində ona görə. Estağfurullah, telefon biraz gizləyir. Yaxşı hə. İndi burada mənfi yoxdur. Mənfi yoxdur burada. Hə? Mənim telefonum. Hə, indi burada 5645 deyil. 5645'dir. Onu var abi, siz necə yazırsınız? Bunu 5645'i indi, hə? 5645 yoxdur. İndi onu çoxaldırsınız ha, bax. Burada araşdırma yatırımları verəndə pulumuz azalacaq. Amma mənfi də çoxalacaqsa, demək bu pulumuzun çoxalması deyilir. Baxın. İndi bizim 5817 pulumuz var. Onun hamısını azaldıyıq. Biraz ləhcəm pis ola bilər. Azaldıyıq dedim. Biraz pis ola bilər. 4383 niyə belə oldu ki? 5000'liydi. Neyse də neyse. Baxmayın. İndi uşaqlar. Baxın görün kimdən savaşa giriblər. Kimlə savaşa girib? Baxın görün nə var. Amerika Birləşik Dövləti bir də ki sizə bir şey deyim. Fuadın oynadığı Ego Story 3 videosu yoxdur. Orada bütün ölkələr bəziləri kommunizmdən çıxır, cümhuriyyətlər ola bilər. Yəni indi mən cümhuriyyət yox də ola bilərəm. Kommunizm də ola bilərəm. Yəni fasizm də ola bilərəm, kommunizm də ola bilərəm. O bizdəkdir. Göstəbə, şəhər dövlət, demokrasi, monarşi, fasizm olmaq istəyirəm mən. Fasizm olub. Fasizm deyil, indi biz. Hə. İndi video devam edir. Hə, video devam edir. Biraz pislik ola bilər, ona görə. Hə, 6300. Ne oldu belə? Ne oldu belə? Enflasyon niyə belə oldu? Tapdım. İndi düzəldi. Bağışı inşallah eləməmişdim. İndi biraz az idi, hə. Üzümlər deyə bilmədim. Qoy bunu 70.000'e tamamlayalım. Hə, İndi biz bunu ordu basma kəmərinə gəzirik. Bir dəqiqə yanır. Ordu basmırıq indi. Basma ən uzaq yerlərdən ordu basır.
Ben size söyleyeyim ki en uzak yerlerden oldu. Bilmiyorum ben. En uzak yerlerden oldu basın ki. Şöyle ekonomisi çok iyi olur. Yani ekonomisi siz isterseniz en uzak yerlerden basın. Bunun biraz azdı. İyi de bunlar hamısı verecek olsunlar. Səbir sistemi definition. Hə. Oh, dolur dolur. 10.000 əsgərim oldu indi. İndi xəstəlik kanser. Ay, yəni rəqəm. Neyse baş 50 mi 50 biraz çoxaldağın 97 ni bu nədir? Biraz çoxaldağın az bu 103 105'ten çox olsun. Yo, mən bu qədər yetər yəqin ki, bilmirəm tam yerini. İndi bunlar hamısını bura toplayalım. Uşaqlar, mən başqa yolla dəliyəcəm, adillər. Yəni, ölkə fəth eləməyəcəm. Ölkə fəth eləməliyim. Yoxsa başqa cür, vasallaşmaqla. Bir ya vasallaşmaqla dəliyəyim. Baxın, qoyacaqlar vasallaşmaqla. Qoymadılar, bilirəm, qoymayacaqlar. Bilirdim onsuz da qoymayacaqlar. Bilirdim onsuz da koymayacaq. 100% koyacaqlar bu səfər. 14.000 əsgər yəni çoxdur. Ucay olmadı uşaqlar. Ucay olmadı. Hə, indi biraz bu deyəsən ağıllanmıyor uşaqlar. Ağıllanma deyil bu. Əvvələn bir şeydir, buna bir də hakaret edərkən, yəni vasal olmaq istəmək duyğunda olmaq istəyəndə, yəni mən başım bunu öldürmək istəyirəm. Artıq vasalımız olmalıdır məncə. Vasal olmalıdır məncə. Çünki 20 minə razılaşar məncə bu. 20 minə razılaşar məncə bu. Vasallaşmasa istəməli Nələr? Hə, indi ay dadam. Çox böyük qayıt. Çox dağılmasın ki ora. Aferin. İndi belə bu bir də bu. Всё. Aha, əvvəllər Kuzey Kore. Yəni biz Kuzeylik, yoxsa Güneyiz? Güney. Hə, Güney Koreyiz. Güney Kore'nin adını dəyişimi məncə. Fasist dedim. Fasist yani olmalıdır. Ben fasist dedim. Neyse. Yine buradan oldu. Öldürme. Biraz ordularımızı orada gücləndirmək lazımdır. Yani her ihtimala karşı gücləndirmək lazımdır ki. Ben buraya qala eklemek istəyirəm. Qala ekmeği eklemek istiyorum. Neyse de alınmasa iyi yok da. Ha. Yok kazandık ya. Burada hamısı sesi iyi bakın. Burada
hamısını seçirik. Neyse uşaqlar, sağ olun.